Həbsxanadan sonra ilk döyüşümü erməni ilə döyüşmüşəm. Amma qürurlu qələbə əldə etmədim. Ürəklə, yəni o videoda bilmirəm, kadrda baxarsınız, nakavta düşəndə, o dizini qoyanda adi prosto söndüm, fırlandım, gəldim. Amma o birisi döyüşlərimdə qələbəndə tullanıram, qaçıram, kanata qışqırıram. Erməniyə qarşı həbsə söndüm, belə çıxdım, gəldim. O istədiyinizi ala bilməsin? Yox. Bizə bu qələbə lazım idi. Bugün bilsənizə, xaricdə, Avropada, Azərbaycan qırağa çıxanda bütün məclislərdə artıq yerişimiz belə dəyişib. Bugünə çox şükürlər olsun. Başqa ölkəyə gedəndə tamam başqadır. Bəli. Tamam başqadır. Yanaşma başqadır. Bəli. Azərbaycan övladlarının hətta yerişi belə dəyişib. Çünki biz çox dostlarım var xaricdə, orada başqa millətdə olmasın. Dedim, gördünüz, 3 ilə itirdiyimiz torpaqları 44 günə qaytardıq. Daha da tez qaytara bilərdik. Şükürlər olsun.